Salam, hər vaxtınız xeyir olsun. Bugün biz sizlərlə WhatsApp qrupumuza paylaşdığımız birinci maraqlı sualımıza baxaq. Deməli, belə bir sual verilir ki, həqiqi ədəd çoxluğu üzərində tanınan belə bir f funksiyası üçün daima azalan olması üçün A yeri neçə fərqli rəqəm yazıla bilər? Çoxumuz bunu natural ədəd deyə qarşılayır bilərik, natural ədəd demir, rəqəm yazıla bilər. Və biz bilirik ki, y bərabərdir kx plus b şəklində olan funksiya üçün k-nın qiyməti əgər sıfırdan kiçik olarsa, biz artıq buna azalan funksiya deyirik. Burada k-nın yerində dayanan ifadə a çıxılsın 5-dir. Əslində a çıxılsın 5-in sıfırdan kiçik olmasını istəyir. A da 5-dən kiçik olmalı. 5-dən kiçik olan bütün rəqəmlər bizdən soruşulur. O da 0, 1, 2, 3 və 4 qiymətləri. Toplamda 5 dənə qiymətimiz olmuş oldu. Növbəti suala keçək. Aşağıdakı şəkildə ABY, CDB dik üçbucaqlara verilmişdir. Bu şəkildə şərtlər olduğuna görə tangent alfanın qiyməti bizdən soruşulur. Deməli, bu çox gözəl sualdır. Bu sualı nə edə bilərik? Birinci addım olaraq B nöqtəsini biraz uzatma edək. A nöqtəsindən bir dənə həmin o uzatdığımız xəttə perpendikulyar endirək. Daha sonra şərti bir də gözdən keçirdək. Mən bu bucağı alfa olaraq qeyd edeyim. Digərini artıq beta olaraq qeyd eləsəm, buna da bir qamma olaraq qeyd eləsəm, eyni şəkildə digər bucaqlarımıza da. Məsələn, bu artıq qammadır, beta da yazdım, bu şəkildə qeyd elədim. Bütöv bunu tam olaraq 180 dərəcə götürmək istəyirəmsə, artıq mən bir də təpədən çəkdiyimiz xəttə perpendikulyar olduğunu unutmayaq. Bu perpendikulyar olduğuna görə 90 dərəcəni qeyd edirəm. Bu qamma bucağı olduğuna görə digərə də bir beta olaraq yazım. Və daha sonra bu beta saatı bütöv bucaqlarımız bizə qamma beta olduğuna görə digər betanı tamamlasam artıq bu bucağa da qamma düşmüş olar. Və daha sonra diqqətimizi çəkən ikinci bir məqam da odur ki, bunu tərəf ilə bu tərəf bizə şərtdə bərabər verilir. BC ilə AB-nin qiyməti bizə şərtdə bərabər verilir. Əslində diqqət edərsiniz, bu üç bucaqlar normalda bir-birləri oxşar deyərdim. Sadəcə həmin xəttlərin bərabər verilməsinə görə artıq bunlar oxşar deyil, birbaşa bərabər üç bucaqlar olmuş olur. Və bərabər olduqlarına görə betanın qarşısındakı 2 ilə digərləri betanın qarşısında çox rahat şəkildə 2 qiymətini yaza bilərəm. Qələmi tapmadım. Betanın qarşısına 2 yaza bilərəm. Digərinə eyni şəkildə qammanın qarşısı 1 olduğuna görə mən də qammanın qarşısını 1 olaraq qeyd edə bilərəm. Artıq bizdən tangent sayfanı soruşur. Daha sonra şərtə diqqətli olsaq, bu şəkildə perpendikulyarlıq varsa, mən də bunu aşağı bir perpendikulyar endirdiyimə görə artıq bunlar bir-birlərinə paralel olduğunu deyə bilərəm. Paralel olduqlarına görə U və Z qaydası müəllimlərə bu şəkildə izah edirik. Ona görə də dilim vərçilir. Yəni bu çarpazlıqdan da görsənir ki, artıq bu bucağın qiyməti alfadırsa, bu bucağa da qiymətdə alfa olaraq qeyd edə bilərəm. Alfa varsa əlimdə bu üç bucaq üçün tangent alfanın qiymətini çox rahat şəkildə tapa bilərik ki, tangent alfa bərabər qarşı katetin, yəni 3-ün bitişik katet olan 2 olan nisbəti götürülür. 3 bölünsün 2, o da elədir 1,5 və yaxud da ki, kəsr şəklində saxlayıbdır cavablarda. 3 bölünsün 2. Çox gözəl sual idi. Növbəti sualımıza keçək. Hani keçmir. Saniye növbəti sual keçə bilmədik. Dördüncü sualımıza baxaq. Üçüncü sualımıza daha doğrusu. Deyir ki, Əhməd bəy 4 günlük bir bayramda Arifə günü bəzi dostlarına aşağıdakı konsept mesajı göndərir və bu mesaj alan Əhməd bəy bütün dostlarına mesajda yazanı nə deyir? Mesajı uygulayır. Bizim dediyimizə deyirlər. Mesajı yazan tətbiq edir, belə deyək. Bayram bitdiyində bu mesaj 1210 kişiyə ulaşmış olur. Bütün kişilər mesajı yalnız bir dəfə almışdır. Yəni eyni mesaj bir adama 2 dəfə göndərilməyibdir. Buna görə Əhməd bəy Arifə günü bu mesajı neçə dostuna göndərmişdir. Deməli, bu sualda biz diqqət edirik ki, Əhməd bəy bu deməli mesajı göndərir. Yəni bu artıq bayram 4 günlük bir bayram tətili var. 4 günlük bir bayram tətilində Arifə günü də olmaqla, yəni Arifə günü bayramdan bir gün əvvəl olan günə adı Arifə günü olaraq qeyd olunur. Yəni bu türklərdədir, bizdə belə bir gün yoxdur, səhv eləmirəmsə. Bayramdan bir gün əvvəl qeyd olunan gündür və o həmin günə daxil olmaqla artıq həmin gün neçə dəfə insana yollandığını bilmirəm. X nəfər insana tutaq ki, mesaj yollanılıbdır. Artıq növbəti gün, bayramın birinci günündə bu artıq 3x şəxsə yollanılıb. Bayramın
ikinci günündə 9x şəxsə yollanılıbdır. Bayramın üçüncü günündə 27x şəxsə yollanılıbdır. Artıq bayramın artıq dördüncü günündə 27x gelirik. Bu biraz yaxşı olmadı. Bayramı tapamadım. Bize değil. Biraz daha səliqəli yazın. Belə bunu en başdan qələm qara rəngin içində itir tapa bilmirəm sonra da. Tamam. Deməli, Arifə günü bayramdan bir gün əvvəl olduğuna görə həmin günü daxil edirəm. Həmin gün x sayda adama yollanılır. Daha sonra bayramın birinci günü 3x sayda adama yollanılır. Yəni 3 qatı qədər. Bayramın ikinci günü 9x sayda adama yollanılır. Bayramın üçüncü günü 27x sayda adama yollanılır. Bayramın dördüncü günü artıq bu 81x sayda adama yollanılır. Yəni eyni mesaj. Deməli, bunların toplamına baxılır. Bunların toplamına baxsam, bunların toplamı neçə eləmiş oldu? X, 3x, 9x, 27x, 81x'in toplamı elədir 121x və toplamda 1210 nəfər mesaj yollanılır. İkisinin də qiyməti buradan 10 elənilir. Deməli, buna görə Əhməd bəy Arifə günü bu mesajı neçə dostuna göndərmişdir. Daha sonra deməli, ilk dəfə Əhməd bəy mesajı 10 nəfərə göndərmişdir. Daha sonra 10 nəfər 30 nəfərə bu şəkildə arta-arta hər dəfə 3 qatına çıxaraq gedir. Yəni davam edərək gedir. Toplamda 1210 mesaj göndərilmişdir. Və sual. Yəni sual bundan ibarətdir. Yəni bu sualda sizin gözdən qaçan məqam, yəni Arifə günü nəzərə alınmadan 4 gün üçün bu hesablamadan apara bilərdiniz. Yəni 81x-i nəzərə almadan. Amma burada Arifə günü bayramdan bir gün əvvəl artıq mesaj yollanmağa başlanılır və bayramın 4 günü ərzində bu davam etdirildiyinə görə 4 üstə gəlib 5 gün ərzində bu həndəs sistemi davam etdiyini düşünməlisiniz. Artan həndəs sistemi kimi düşünməlisiniz yəni. Davam edək, növbəti sualımıza keçək. Bir də bu sual qaldı. Bu sualda müəllimlər, biz burada nə edə bilərik? X-in yerine birinci növbədə 1 qiymətini qoyaq. 1 qiymətini qoysam 1 minus 1 üstə gəl 1, qəşəng sualdır. Üstünə 5 qiymətini qoysam bu artıq bizə nə verir? A10, üstə gəlinsin A9, o da üstə gəl A8, bu da üstə gəl nöqtə qiymətləri yazım. Ən sonunda A0 qiymətini qeyd edeyim. Digərində də eyni şəkildə 1 qiymətini qoyduqdan sonra buradan alınan cavab 1 bərabərdir A10, üstə gəl A9, üstə gəl A8, nöqtə, ən sonunda A0 qiymətini almış oldum. A0. Bir qiymətini qoyduq. İndi eyni tənlikdə gətirib bu dəfə də artıq mənfi bir qiymətini qoyaq. Mənfi bir qiymətini qoyan zaman 1, üstə gəl 1, üstə gəl 1 alınır. Bunun üzərinə 5 yazım. A deməli 10, çıxılsın A9, çünki mənfi 1-i özünə 9 vuranda cavab mənfi 1 eləyir. Üstə gəl A8, üstə gəl nöqtə bu şəkildə davam edir. Və diqqətinizi çəkən məqam budur ki, mən bununla bunu tərəf-tərəfə toplamış olsam əgər, avtomatik olaraq A9'lar, yəni təklərin hamısı gedər. A9'lar, A7'lər, A1'lər hamısı gedər. Yerdə qalanlar nə olmuş olar? 1 üstə gəlinsin. Bu da 3 üstü 5'dir. 3'ü özünə 5 dəfə vursam 9, 81, 243 edər. O da bərabərdir A10, üstə gəlinsin A8, üstə gəl nöqtə, ən sonunda, ən sonuncu, ən ilk cüt rəqəm hansıdır? 0-dır. Ən sonunda A0-ı nəzərə almaqla bunların toplamı götürülür. Deməli, 244 alındı bunların cəmi. Daha sonra bizə nə deyir? Hamısını toplam bir de burada bir şey diqqətimdən qaçdı ki, mən bunları tərəf-tərəfə toplayan zaman onların sayı 2 dənədir. Yəni bir dənə deyil, bunların sayı 2 dənədir. Eyni şəkildə A0'ın da sayı 2 dənədir. Bunların hər birinin sayı 2 dənə olduğuna görə mötərizəyə alıb 2-yə yazıram. Artıq mən deyə bilərəmmi ki, bu 244 ilədiyinə görə 244'ü 2'yə bölüb bunun artıq qiymətini tapa bilərəmmi ki, 122 olduğunu qeyd edə bilərəm artıq. Bunun qiyməti 122'dir. Buradakı hər şey əla. Kəsrin sürətinin qiymətini 122 olaraq tapdıq. 122 tapdıqdan sonra biz burada bu tənlikdə x-in yerine 0 qoymaqla x-in yerine 0 qiymətini qoyursuz. Hamısında x-in yerine 0 qoyanda görürsünüz ki, bu tənlikdə artıq A0'ın qiyməti nəyə bərabər olmuş olur? 0 qoyanda bu elədir 1 üstündə 5, yəni cavab elədir 1. A0'ın qiyməti 1 eləmiş oldu. Eyni tənlikdə bir də diqqətimizi çəkən ikinci bir məqam odur ki, biz burada x-in yerine heç bir qiymət qoymadan bu ifadəni dümdüz şəkildə açmağa çalışsaq, təbii ki, bunu açmaq çox çətindir, amma açmağa çalışsaq, yəni kombinasyonu açmaq mümkündür. Açmağa çalışsaq əgər görərik ki,
X kvadratının üzerinde 5 olduğuna göre bunun emsalı avtomatik olarak 1 olur. Yani x kvadratının emsalı avtomatik olarak 1 olur. Yani x kvadratı üstü 5, x üstü 10 eləyir. Bunun emsalı 1 olduğuna göre A10'un da qiyməti məcburən 1 olur. A10 da 1 elədiyinə görə artıq mən hamısını tapdım. Bunun da bir qiyməti 1'dir, bunun da qiyməti 1'dir. Toplamda elədi 122 bölünsün 1 üstə gəl 1. 122'ni de 2'ye böldük. O da elədi 61. Sualları qrupa yönləndirdiyinə görə İrfan müəllimə təşəkkür edirik. WhatsApp qrupumuza qoşulub suallardan ilk öncə siz xəbərdar olmaq istəyirsinizsə, e, bu nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Biz sizi qrupa əlavə edə bilərik. Hər kəsə uğurlar. Növbəti suallarda görüşərik.